Buyurun. Teşekkür ederim. Döktür Bünyamin Qəmbərli. Bəli, mən gördüm. Biləsən, mikrofonu açdım. Döktür Bünyamin Qəmbərli siyasi şərhçi, tarixi elmlər döktürü, eski millət vəkili. Xoş gəlibsiniz aramıza. Buyurun, lütfən mikrofon sizdə. Dəyərli xanımlar və bəylər, istəkli soydaşlarım, mən sizi Bakıdan salamlayıram. Üzürlü sayın ki, mən rahat şəraitdə qoşula bilmirəm. Mən sözümə başlamazdan Azərbaycanın azadlığı və bütövlüyü uğrunda şəhidlərimizin hamısını rəhmətlə, minnətlə anıram. Həbsdə olanlarımızın hər birinə güneydə, quzeydə fərq eləməz. Azadlıq arzuluyuram ki, tezliklə bizlə birlikdə bütöv və böyük Azərbaycan uğrunda mübarizəni bizlərlə birlikdə aparsınlar. Mən Xordad hərəkatını bir bardağı daşıran damla hesab eləyirəm. İllərlə panfarsizmin, paniranizmin Azərbaycanın güneyində türklərə qarşı apardığı asimilə siyasətinin bir son damlası hesab eləyirəm. O böcək məsələsini və həm də o Xordad prosesini panfarsizmin, paniranizm qorxusunun sınması kimi qəbul eləyirəm. Təbii ki, Xordad hərəkatı həm də onu göstərdi ki, türkü müəyyən müddət üçün şirin dilindən, duyğusallığından, mənəvi təmizliyindən istifadə edib aldatmaq olar. Amma türkü hansısa formada əsir almaq, təslim eləmək, türkün ruhunu təslim almaq mümkün deyil. Bu Xordad hərəkatı göstərdi ki, türkü hər hansı formada edam eləmək olar, amma təhqir eləmək olmaz. Və mən bu proseslərin hamısını bir məsələyə bağlayıram. Tarixdə çox deyiblər, 21-ci yüzyıl Türk yüzyılıdır. Azərbaycanın quzeyində bir dövlət quruldu. İranın bütün paniranizmin, panfarsizmin bütün hilələrinə, baskılarına baxmayaraq nəinki dövlət quruldu və bütöv Azərbaycan siyasəti addım-addım həyata keçirilir. 1989-cu ildə Azərbaycanın quzeyində sərhədlər söküləndə İran düşünürdü ki, Azərbaycanın quzeyində dini ideoloji zəhərlənmə yaradacaq. Düzdür. İran bu proseslərdən istifadə elədi. Azərbaycanın quzeyində 100 yaxud deyək ki, bir neçə min ideoloji zəhərlənməyə məruz qalan insan yetişdirə bildi. Amma əvəzində Azərbaycan türkü Azərbaycanın güneyində 10 minlərlə, 100 minlərlə türklük ruhunun oyandığı bütöv Azərbaycan üçün, Azərbaycanın güneyinin istiqlalı və bütöv Azərbaycan üçün mübarizəyə başlayan övladlar yetişdi. Mən bunların hamısını fikirləşirəm ki, panfarsizm Türk dövlətini aşırdığı gündən orada bu proses var idi. Yəni, istər xiyabani hərəkatı düzdür, o biraz Qazarların zəiflədiyi dövrə düşmüşdü. Sonradan Pişəvəri hərəkatı, demokratik dövlət, sonradan deyək ki, istəyir Səməd Behrənginin, Əlizad Nəbdilin və yaxud deyək ki, Həbib Sahirin yaradıcılığı göstərirdi ki, orada o proses sönməyib. Və mən əminəm ki, tezliklə Azərbaycanın güneyi öz istiqlalına qovuşacaq. Biz Azərbaycanın quzeyində federalizmin ən yüksək mərtəbəsini, mərhələsini yaşamışıq. Bu imperializm və yaxud deyək ki, irticasi sistem elədir ki, bir zərrə belə
milli ruhu olan, milli düşüncəsi olan, millətini, vətənini düşünən adamı bağışlaya bilməz, həzm eləyə bilməz. Bugün Azərbaycanın güneyində müəyyən soydaşlarımız düşünürlər ki, bir federalizm olsa bəlkə də hansısa formada orada yaşamaq olar. Amma mən əmin eləyirəm ki, Nərmanovlar, Əli Heydər Qarayevlər, bunlar bizim üçün bir nümunədir. Biz o yolu keçmişik. İstənilən halda panfarsizm, paniranizm bir zərrə Azərbaycanı düşünən, türklüyü düşünən adamı bağışlaya bilməz. Birinci mərhələdə toxunmasa da ikinci mərhələdə onların hamısını qətlə yetirəcək. Ona görə də bizim bir yolumuz var. Güney Azərbaycanın istiqlalı və bütöv Azərbaycan. Bu yolda mən bütün soydaşlarıma uğurlar arzulayıram.